Məsələ qaldırırıq. Onsuz da qəbul edənlər yoxdur. Bu qazilərin, şəhid ailələrinin problemlərini dəqiq həll edək. Məsələn, 600 dənə qazinin dükanı bağlandı o zaman. 600 ailə çörəksiz qaldı. Və yaxud qazi gedir, bir dənə balaca bir iş tapır, dərhal onun pensiyasını kəsirlər. Bəs necə dolansın, axı saxlaya bilmir. Və yaxud deyək ki, xahiş edirəm, məsələyə baxaq, keçən dəfə dedim, dizdən aşağı, yarım santimetr aşağıdırsa, ikinci qrup vermək olmaz, üçüncü qrup. Kişi şikəstdir. Bunu düzəliş eləyin, ikinci qrup verində. Və yaxud bir əlil ayaqdan şikəstdir, ona maşın veririk. Biri gözdən şikəstdir, kontuz olur. Ona isə heç bir şey vermirik. Heç olmasa onun əvəzinə mebel də salaq, mənzil və digər məsələlər. Yəni problemlər çoxdur, mən demək istəmirəm. Məsələn, biz 44 günlük müharibədə 3000 şəhid verdik. Və nə qədər də yenidən qazimiz, veteranımız yarandı. Qanunla bizim onlara ayrılan vəsaitimiz çoxalmalı idi. Yəni 3000 ailə, üstəgəl digərləri. Çoxaldı mı? Yox. Bunu nəzərə almaq lazım. Bizim baş tartımızdır və biz özümüzü göstərmək üçün demirik ki, bunlar bizim bağlarımızdır. Mən nəslimdə 3 şəhid, bir qazim oldu. Mən onların problemin özünü görürüm.